Görürsünüz, ana necə yerindən qaçır. Allah nə verib bu analara, atalara, valideynlərə? Adam valideyn olanda başa düşür. Acıqlansa da, üzdə qışqırsa da, çox vaxtı ata-ana kobud davransa da ürəyində sevgidən. İndi səhv eləyir, demirəm, səhvi səhvdir. Amma sənə aid deyil o. Sənin mövzun deyil o. Onun səhvliyi, düzlüyü sənə qalmayıb. Allahı bilər, özü bilər. İstəyirsənsə, aqibətün xeyr olsun, ən gözəl yollarından biri ata-anaya xidmətdir. İstəyirsən, problemlərin həyatda az olsun, ən gözəl yollarından biri ata-anaya xidmətdir. İstəyirsiniz, həyatınıza bərəkət gəlsin, ruzu gəlsin, ata-anaya xidmət edin. Onun elə bərəkətləri var, mən sizə deyim. Necə ki, bir dənə mən hədis demişdimsə ki, bəzi günahlar var, heç nə ilə yuyulmur. İmam Hüseynə göz yaşı tökəndə təmizlənir. Ona adam hiss edir. Görürsən ki, nəsə lap dərindən təmizləyir adamı. Məclisdən çıxanda hiss eləyirsən. Eləcə də deyir, elə bərəkətlər var ki, özünü öldür, ibadətlə əldə eləməyəcəksən. Valideynə xidmət. Xidmət üçün fürsət axtarasan, belə yox. Xidmət üçün fürsət. Ürəkdən sevinə bir dəfə sənə dua eləyə, onun bərəkətini heç nə verməyəcək, heç nə.